Ona görə deyirlər valideynlərə ki, uşaqlarınıza dəqiqədə deməyin, filan şey eləməsən, səni çox istəməyəcəm. Bu sözü çox deməyin uşaqlara. Uşaq üçün faciə olmalıdır ki, valideyn onu çox istəməsin. Bu təhdidi, nə bilim mən, ömürdə bir neçə dəfə eləyərsən uşağa. Ata-ana var, dəqiqə başı deyir, çox istəmərəm səni. Qoy o ehtimalı verməsin. Sən onu o qədər məhəbbətlə doldur, ilk 7 ildə məhəbbəti artıqlaması ilə ona ver ki, növbəti 7 ildə ona əmrlər verəndə bilsin ki, arxayın olsun ki, bu əmrlərin qaynağı məhəbbətdir. Şəkkə düşməsin ata-ana barədə. Uşaq məhəbbət görəndə ailədə Allahın məhəbbətini daha yaxşı tanıyır. Adam var ki, anası başının üstündə dayanıb, yumruğundan elə hey təhqir eləyir, qışqırır, sonra gəlir məsciddə deyir ki, Allah anadan da mehribandır. Deyir, ananın harası mehribandır ki? Ana bən mehribandır ki. Gərək uşaq ananın mehribanlığını dadsın ki, deyəndə Allah anadan mehribandır. Məsələn, 8 yaşda, 9 yaşda uşaq desin, gör Allah nə qədər mehribandır həqiqətən. Peyğəmbər buyurur, hər dəfə uşağınızın üzündən öpəndə cənnətdə bir dərəcə özü artır. Nə üçündür? Uşağa məhəbbət verin. Allahın məhəbbətinin qapısı sizin məhəbbətinizdir. Sizin vasitənizlə Allahın məhəbbətini hiss eləsin. Sizin vasitənizlə Allahın məhəbbətini hiss eləsin. İnsan Allahın sevgisini bilsə, keyflə üzr istəyər ondan, ləzzətlə üzr istəyər. Səni çox-çox sevən böyük bir adama bir hədiyyə yaparmısan? Məsələn, görsən ondan necə adam üzr istəyir, könül xoşluğu ilə. O hədiyyəyi tərifləyirsən, deyirsən, amma sənə layiq olmadı. O tərifləyirsən, pisləyirsən, o tərifləyirsən, pisləyirsən. Bir də var ki, bir qəddar adam oturub, deyirsən, ay Allah, görəsən indi nəsə bir şey tapacaq mənim hədiyyəmdə. Biz Allaha belə yanaşırıq. Sən dedikcə ki, sənə layiq olmadı, o deyir, yox, nə gözəl hədiyyə gətirmisən. Sən eyiblərini qabartdıqca o gözəlliklərini qabardır. Bizim Allahımız belə bir Allahdır. Belə bir Allahdır.